Bu artıq belə... Hər halda biri sizə mən nə demək istəyirəm? Düşündürücü bir məsələdir bu artıq. O özünə hörmətlə, dəyərlə bağlı problemi var orada. Məncə. Qəşəng. Özünə dəyər vermir də, yəni Bəli. o insanlar. Çünki o qədər yaxın olasan bir insanla ki, məsələn, mən heç öz uşağımın artığını yeyə bilmirəm. Necə mən başqasının çəngəli götürüb başqasının, belə deyim də, tanımadığım və yaxud da ki, hansı bir məclisdə. Bəlkə də onu tanımaq istəyirsən deyə ona görə onun artığını yersən. Bəlkə ola bilsin ki, özünü yaxşı göstərmək istəyir ona, bəlkə belə deyim də, ona işi düşür, özünü gözə soxmaq istəyir həmin adam üçün. Və yaxud da ki, özünü çox, belə deyim də, güya kompleksi yoxmuş kimi davranır, yəni bu belə tip insandır. Ola bilir əslində. Yəni buna görə də biz onları da qınamayacağıq. Bu artıq onların tərzidir, onların seçimidir. Sonuçda öz mədələri üçün deyirlər də, yəni bizim mədəmizə getmir axı. Amma davamlı qalmırlar axı belə insanlar. Kimisə gözündə yəni davamlı qalmırlar da, yəni belə... Əlbəttə ki, özü olmayan, ümumiyyətlə, bəli, ümumiyyətlə özü olmayan, özünə dəyər verməyən insan, özünə hörmət eləyə bilməyən insan, özü seçə bilməyən insan əlbəttə digərləri üçün dəyərsizdir. Yəni, bu artıq sonuçda o sözünü deyəcək, siz haqlısınız. Artıq o çəngəlini kiminsə boş qabına vurub, onun, nə bilim, qabaqda qalmış, artıq deyirlər də, onun başqa adı yoxdur. Onu yiyəndə artıq o dəyərini onda itirir, hə o? Bilirsiniz, burada nüanslar müxtəlifdir. Onun gözündə, o qarşı tərəfin gözündə. Müxtəlifdir nüanslar. Gərək ayrıca seansda onu işləyəsən ki, bunun məqsədi nədir? Ola bilsin, insan acıdır bəlkə. Əlbəttə, bayaq dedim, gözə soxmaq üçün özünü ki, mən səndən iyrənmirəm, amma bəlkə də içində iyrənir, bəlkə də içində nifrət edir ona. İyrənməsədir, şakaya pul lazımdır. Bəli, ola bilir. İnsan ümumiyyətlə indiki dövrdə təəssüflər olsun ki, mənfəət üçün çox şey edirlər. Çox şey edirlər. Çox insan mənfəətə görə, yəni ki, dünya malına görə də belə deyək, öz dəyərlərini itirirlər, özlərinə olan o hörmətləri, qiymətləri, özlərinin gözlərindən salırlar da özlərini, belə deyək. Əslində bunu eləmək olmaz. Bunu da dediyim kimi... Özlərini də elə mələk kimi aparırlar, Quran onda olsun. Baxıram, elə bilirəm ki, onlar elədiklərini mən